Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Hal-hazırki mövzumuz 5-ci sinif texnologiya dərsliyindən 9-cu mövzudur. Oduncağın emalı üçün iş yeri və alətlər. Deməli, oduncağın emalı üçün iş yeri və alətlər bizə nə lazım olacaq müəllimlər? Onu biz öyrənəcəyik mövzudan. İş yeri necə olmalıdır? Gəlin baxaq. İş yerində hər hansı bir iş görürük də oduncaqdan, düzdür? Və bunun üçün bizə uyğunlaşdırılmış və müvafiq alətlərlə təchiz edilmiş bir məkan lazımdır. İş yeri bir məkandır. Belə deyə, bu məkanda hansı ki biz işimizi icra etmək üçün bizə alətlər lazımdır. Uyğunlaşdırılmış və alətlərlə təchiz edilmiş məkan lazım olacaq bizə. İş yerində oduncaqdan hazırlanan işlər verstak üzərində və buna başqa cür də xarrat verstakı deyirik. Xarrat verstakında işimizi icra edirik. Verstak, yəni xarrat dəzgahı, xarrat verstakı, emal edilən əşyalar üçün tərtibatları olan, tərtibat nə idi? Bizim işimizi yüngülləşdirirdi. Deməli, emal edilən əşyalar üçün tərtibatları olan, çox vaxt mexanikləşdirilmiş alətlərlə təchiz edilmiş iş masasıdır. Deməli, verstak nə oldu? İş masası oldu. Verstakda nələr var? Hansı ki biz əşyanı emal etmək üçün tərtibatlar var, alətlər var. Bu alətlərdə mexanikləşdirilmiş alətlərdir. Mexanikləşdirilmiş alətlər. Verstak iki hissədən ibarət olacaq. Mizin üst taxtasından, bir də verstak altından. Mizin üst taxtasına nə deyildi? Qapaq deyildi. Deməli, mizin üst taxtasından və bir də verstak altıdan ibarət olacaq. Mizin üst taxtasında emal ediləcək pəstahların bərkidilməsi üçün qurğular var. Bəli, deməli biz hansısa məmulatı, hansısa əşyanı emal etmək istəyiriksə, onu bərkitməliyik və bunu bərkitmək üçün xüsusi qurğular var. Gəlin şəkildə baxaq. Bax, A şəklində ümumilikdə xarrat verstakı göstərilmişdir. B şəklində verstak altı, C şəklində isə verstakın üst taxtası, yəni qapaqdan söhbət gedir. Bəli, A-da ümumi görünüşü verilib, B-də verstak altı, C-də isə verstakın, yəni üst taxtası, qapaq. Buna qapaq da deyilir. Deməli, gəlin baxaq. Verstakın alt hissəsində arxa ayaqlar var, qabaq ayaqlar var. Bəli, arxa ayaq, qabaq ayaq və birləşdirici. Birləşdirici və bir də pazlar var. Paz. Verstak altı nələrdən ibarət oldu? Ayaqlardan, birləşdiricidən, pazdan. Ayaqlar özləri də həm arxa ayaqlar, həm qabaq ayaqlar. Deməli, arxa ayaq, qabaq ayaq, birləşdirici, bir də paz. Mizin üst taxtasına baxaq, qapağa baxaq. Bax, burada yuvalar, paz, nov, dayaq, arxa sıxıcı, bir də ön sıxıcı. Deməli, sıxıcılar var, yuvalar, paz, nov, dayaqdan ibarətdir. Gəlin sayaq. 1, 2, 3, 4, 5, 6. Mizin üst taxtası 6 hissədən ibarətdir. Belə bir məlumat verin müəllimlər. Ola bilsin ki, sualda düşsün ki, mizin üst taxtası ilə mizin alt taxtasında, belə deyək, verstak altında oxşar cəhət, oxşar olan nədir? Bəli, baxın, paz verstak altında da var, verstakın üst taxtasında da var. Bir də fikrimizi ümumiləşdirək. Verstak nə idi? Verstak iş masasıdır, tərtibatları var, mexanikləşdirilmiş alətlərlə təchiz edilib.
İki hissədən ibarət oldu. Qapaqdan, yəni üst taxtasından, bir də ki, verstakaltıdan. Bəs burada biz necə işləyəcəyik? Mizin üst taxtasında pəstahları bərkidirik və onun bərkilməsi üçün xüsusi qurğular var. Bərkidirik və işi icra edirik. Dedik ki, verstak iki hissədən ibarət oldu. Verstakın üst taxtası, yəni qapaq. Bax, bu şəkildə göründüyü kimi verstakın üst taxtası qapaq. Bir də verstak altı. Verstak altı hansı hissələrdən ibarət oldu? Arxa ayaqlar, qabaq ayaqlar və arxa ilə qabağı birləşdiricilər vasitəsilə birləşdiririk. Nə oldu? Arxa ayaq, qabaq ayaq, bir də ki, birləşdiricilər. Bir də paz. Verstakın üst taxtası hansı hissələrdən ibarət oldu? Ön sıxıcı, arxa sıxıcı. Paz, nov, dayaq, yuva. Paz, nov, dayaq, yuva. Hər ikisində hansı var? Paz. Həm verstak altında var, həm də verstakın üst taxtasında. Gəlin bu şəkildə baxaq. Hansı ki, verstakın arxa sıxıcı bitiş tərəfdə, belə deyək, verstakın belə deyək, bitən hissəsindədir. Verstakın arxa sıxıcısı. Ön sıxıcı hardadır? Baxın, buradan baxanda ön tərəfdə. Ön sıxıcı, arxa sıxıcı. Bizlə şəkillə elə bir üzbəüz baxanda nə olacaq? Ön sıxıcı, bax burada bunu fırladırıq, sıxır. Hər hansı bir məmulatı yerləşdiririk. Neyinir? Bax, burada şəkildə var. Fırladıcı ilə fırladırıq və məmulatı möhkəm sıxır və biz onun üzərində iş görürük. Ya yonuruq, ya kəsirik, ya cilalayırıq. Baxın, burada da göstərilib ki, səthin rəndələmək üçün bərkidilməsi neyinir? Rəndələyir burada. Hər iki tərəfdən paz qoyulub və məmulatı da pazların arasında neyinir? Sıxır, birləşdirir. Yerləşdirir daha doğrusu. Birləşdirir yox. Deməli, nişanlama, mişarlama, yonma, deşmə. Oduncağın bədii emalı kimi xarrat əməliyyatlarını müxtəlif alət və avadanlığın köməyi ilə öyrənəcəyik. Deməli, nişanlama, mişarlama, yonma, deşmə, oduncağın bədii emalı. Yəni, hansı alət və avadanlıqdan istifadə edəcəyik? Bax, bunları biz bir-bir öyrənəcəyik. Ona görə də alətləri işə hazırlamağı, onlardan istifadə etməyi, onların iş yerində və ya alət şkaflarında düzgün saxlanma və təhlükəsizlik qaydalarını bilməliyik. Buradan fikrimizi ümumiləşdirək. Biz nişanlama üçün, mişarlama üçün, yonma, deşmə, bədii emal və s. Bax, bu əməliyyatları yerinə yetirərkən hansı alətlərdən, hansı avadanlıqlardan istifadə edəcəyik və bunları necə işə hazırlayacaq, necə istifadə edəcək və onları şkaflarda və yaxud da iş yerində necə düzgün saxlaya bilərik və təhlükəsizlik qaydalarını mütləq şəkildə bilməliyik. İş yerinin səmərəli təşkili. Əgər iş yeri səmərəli təşkil edilərsə, biz vaxtı qənaət edə bilərik. İşin keyfiyyətini artıra bilərik. Əmək məhsuldarlığını artıra bilərik və mədəniyyəti artıra bilərik. Əmək məhsuldarlığını, əmək mədəniyyətini artıra bilərik. Oduncaqla işləyərkən müxtəlif alət və tərtibatlardan istifadə edilir. Alət və tərtibatlar. Gəlin tərtibatlara baxaq. Məsələn, altlıq taxta tərtibatdır. Biz onunla nə edirik? İşimizi yüngülləşdiririk. Axı biz öyrənmişik tərtibatlar işimizi yüngülləşdirmək üçün tərtibatlar var. Altlıq taxta nə iş görür?
ülgünü çəkmək üçün istifadə olunur. Baxın, qoymuşuq və eyni zamanda ülgünü çəkirik. Bəs dayaq nədir? Baxın, burada tiri dayağa daymaqla düzgün mişarlaya bilərik, səliqəli mişarlaya bilərik. Yəni, dayaqdan istifadə etməklə dayaq olmasa, bir təsəvvür eləyək ki, bizim qoyduğumuz tir sürüşəcək əlimizdən. Sağa, sola, yəni mişarladıqca yerini dəyişəcək və səliqəsiz kəsəcək. Dayaq bizə nə üçün lazım oldu? Oduncağı rahat şəkildə mişarlamaq üçün. Bəs mişarlama qutusu nədir, müəllimlər? Oduncağın müxtəlif bucaqlar altında, baxın, boşluqları var. O boşluqlardan istifadə etməklə biz müxtəlif bucaqlar altında kəsə bilirik. Bir də fikrimizi ümumiləşdirək. Ülgünü çəkmək üçün bizə hansı tərtibat lazım oldu? Altlıq taxta. Bəli, altlıq taxta. Oduncağı mişarlamaq üçün bizə hansı tərtibat lazım oldu? Oduncağı mişarlamaq üçün biz gərək harasa dayayaq və rahat şəkildə mişarlayaq. Bəli, bizə dayaq lazım oldu. Müxtəlif bucaq altında biz oduncağı kəsmək istəyiriksə, bizə hansı tərtibat lazım olacaq? Təbii ki, mişarlama qutusu. Qutuya məmulatı, oduncağı yerləşdiririk və istədiyimiz bucaq altında kəsə bilirik. Yəni, müxtəlif bucaqlar altında kəsə bilirik. Keçid eləyək növbəti slaydımıza. Bəs tərtibatları öyrəndik. Gəlin indi oduncaqla işləmək üçün alətlər hansılardır? Onlara nəzər yetirək. Xarrat bıçqısı, daha sonra çəkic, iskənə, reysmus, rəndə, sıxıcı, kəlbətin, karandaş, xətkeş, çəkic, yeyələr, xarrat bucaqlığı, nişanlama pərcarı, əl dreli, mexaniki əl dreli, bir də burğu. Bunlar oduncaqla işləmək üçün alətlər idi. Bəs tərtibatlar hansılar idi, müəllimlər? Tərtibatlar altlıq taxta, mişarlama üçün dayaq, bir də mişarlama qutusu. Bunlara diqqətlə baxaq. Yəqin ki, testlərdə qarşımıza çıxacaq ki, hansı tərtibatdır, hansı alətdir. Bəli, alətləri ayırmaq daha asandır. Tərtibatlar da demək olar ki, biləndən sonra çətin olmayacaq. İşimizi yüngülləşdirmək üçün, yəni rahat şəkildə işimizi görmək üçün bizə lazım olur. Oduncaq emalı, eləcə də mebel təmiri və istehsalı müəssisələrində xarrat verstaqından xarrat, qırmızı ağac üzrə xarratlar, yığıcılar, bəzək vuran ustalar, ağac üzrə oyucu ustalar, yəni həkkək və s. istifadə edirlər. Deməli, oduncaq emalında nələrdən istifadə edirik? Kimlər nələrdən istifadə edir? Deməli, oduncaq emalında hansı ki mebel təmir edə bilir? Kimlər? Xarratlar. Bəzək vuran ustalar olur, ağac üzrə oyucu ustalar olur. Oyucu ustalar kimlər idi? Həkkəklər. Bəs xarrat kimdir? Xarrat oduncaqdan pəncərə, qapı, şkaf, rəf, məişət, bağ mebeli, evlərin dekorativ işlənməsi üçün detallar, məişət əşyaları hazırlayan və təmir edən mütəxəssisdir xarrat. Deməli, xarrat nə iş gördü? Oduncaqdan bir çox işlər görür. Bu işlər pəncərə ola bilər, qapı ola bilər, şkaf ola bilər, rəf ola bilər, məişət və bağ mebeli ola bilər. Məişət əşyaları. Bəli, bax bunları oduncaqdan nələrsə hazırlayırsa və yaxud da təmir edən mütəxəssis kim oldu? Xarrat oldu. Oduncaqdan hər hansı bir əşya və yaxud da məmulat hazırlayırsa, bu xarratdır. Belə müəllimlər, mövzumuz bu qədər. Ümidvaram ki, öyrənə bildiniz.